Yaxın gələcəkdə baş verəcək 13 hadisə. 1. Nağd pul olmayacaq. Pulqabı isə köhnə kasetlər yanında muzeydə yer alacaq. 2. Telefonları il ərzində bir dəfə enerji ilə dolduracaq. Buna qəpik ölçüsündə olan atom batareyaları sayəsində nail olacaq. 3. Canlı hüquqşünaslar, mühasiblər, tərcüməçilər, dizaynerlər və proqramçılar demək olar ki, qalmayacaq. Onları süni intellektlə əvəz edəcək. 4. Dil bariyerləri artıq qalmayacaq. Qulaqlıqlardakı tərcüməçi sinxron, gecikməsiz və tam mükəmməl işləyəcəkdir. 5. İnsan nəhayət Marsda gəzəcək. 6. Dünyada ilk trilyoner meydana çıxacaq. 7. Avtomobil özü və tam avtonom şəkildə hərəkət edəcək. Sürücülük vəsiqəsinə heç bir ehtiyac qalmayacaq. 8. Hər ikinci mənzildə və ya evdə robot olacaq. O qabları yuyacaq, paltarları ütüləyəcək, iti gəzdirəcək və bu hazırda günümüzdəki telefon qədər adi bir şey olacaqdır. 9. Tarixdə ilk dəfə yer kürəsinin əhalisi azalmağa başlayacaq. 10. Dünyanın ən böyük data mərkəzi yer üzərində yox, artıq kosmosda, yerin orbitində fırlanacaqdır və o günəşdən enerji alacaqdır. 11. Ən qəribəsi artıq budur. İnsanlar süni intellektlə dostluq etməyə başlayacaq və hətta onunla romantik şəxsi əlaqələr qurmağa keçid edəcəklər. 12. İnsanın orta ömür müddəti artıq 100 ili keçəcəkdir. 13. Düşüncələr birbaşa kompüterə bağlanacaqdır və insan artıq düşüncə qabiliyyəti ilə istənilən bir texnikanı idarə etməyə nail olacaqdır. Sonuncu və ən vacib olanı, bu dəyişən dünyada hazır süni intellektin bu qədər həyatımıza inteqrasiya olunduğunu görərək bundan istifadə etməmək sənin günahın ola bilər, səni geridə saxlaya bilər. Bu səbəbdən dolayı səhifəmə keç və bu linkə klik et. Açılan pəncərədə OpenClaw süni zəkanı seçərək hazır video dərslərdən ibarət kursumuzu saytımızdan al, bizlərə qoşul. Beləliklə sən də öz xəyal etdiyin layihələri süni zəka ilə qura bilərsən. Özəl qrupumuza qatılacaqsan, bizimlə birlikdə inkişaf edəcəksən.